Həmçinin də burada səbəblərdən biri dini mükəlləfiyyətdən azad olmaq istəyidir. Görürsən, insan istəmir ki, günah yükü daşısın və istəyir ki, günahları rahat eləsin. Ona görə ona ateizm rahat gəlir. Fikirləşir ki, ateist olanda artıq istədiyini eləyəcək. Ona görə də Azərbaycanda gənclərin dindən uzaqlaşmalarının əsas səbəblərindən biri də budur. Dini mükəlləfiyyətdən uzaq olmaq istəyi. Aydındır? Həmçinin Azərbaycanda gənclər arasında dinsizliyin, ateizmin yayılma səbəblərindən biri də İslamofobiya və ya müəyyən terror qruplaşmalarının etdiyi şiddət əməlləridir. Görürsən ki, bunlar da gənclərin dindən uzaqlaşmalarının səbəblərindəndir. Bu nadir hallarda baş verən halları, yəni videoları çəkib göstərirlər və yaxud da kadrları paylaşırlar ki, insanlarda İslama qarşı bir qorxu yaratsınlar, insanlarda İslama qarşı bir nifrət yaratsınlar. Öz səhifələrində ancaq xurafatları, mövhumatları, İslamın özünü yox, müsəlmanların səhvlərini o səhifələrdə paylaşırlar. Bu da əsas səbəblərdən biridir. Sonda isə iki səbəb qeyd edeyim. Nümunəvi din xadimlərinin az olması. Bu da mühüm səbəblərdəndir. Çünki dindən uzaqlaşan insan din xadimlərində bir yüksək əxlaq səciyyələri axtarır. Yüksək əxlaqı din xadimində görməyəndə inciyir. Sonuncu səbəb olaraq isə qeyd edə bilərəm ki, dindən uzaqlaşan insanları görsən ki, şöhrətpərəstdir. İstəyir ki, hamı onu tanısın. Qısa yolda nədir? Din əleyhinə danış, dindarları söyür, təhqir elə və belə kənardan sanki yaxşı görmək istəyir və şöhrətpərəstliyi ona bunu vadar eləyir və bu qədər. Və hər yerdə də bunu deyirlər. Mən ateistim.